Üzünə gülüb dalından danışan, sənin yaxşı günündə yanında olub pis günündə yoxa çıxan, burnu girmədiyi yerə bədənini soxmağa çalışan insanlara uzaq qohum deyirlər. Bəli, bəli. Bir səhv eləyib, körpüdən keçəndə qol-qola dəyibsən, bir qohumluğun olubdusa, inan ki, o qohumluğu elə eləyəcək ki, ta peşman olacaqsan ki, o nəsildən qız alıbsan, o nəslə qız veribsən. Yəni, and olallah, hər işinə çalışacaq ki, burnunu soxa. Hər işində çalışacaq ki, ortadan çıxa. Bir məsləhət verəm. Məsləhət də məsləhət olsa, yəni can dərdi, yəni bir hörmət eləyərsən, inan ki, o məsləhət heç bir şəkildə məsləhətə oxşamır. Nəysə ki, qızlar, əminəm ki, hamımızın yaxınlarında, ətrafında belələri var. Mütləq rəy bölməsinə yazın. İndi təzə kontent çıxıb, uzaq qohumlar arasında. Sənin gəlinin telefon işlədir, mənim gəlinim işlətmir. İnan ki, bəlkə də evdə gəlininin telefonu ta əlim boyda, əlimdən də yekədir, yalandan gələcək deyəcək. Yox, mənim gəlinim işlətmir ki, bəlkə də heç gəlini ona evdə hörmət də eləmir, bir sözünü saymır da, amma özlərini elə aparırlar, başqalarının qaynanalarını elə doldururlar ki, ev yıxsalar bundan yaxşıdır. Yəni zaten yıxırlar. Qaynanan gəlir dır doldurur, qaynananı salır gəlinin üstünə, gəlinin də üstünə qaynananı salmır ha. Qaynana da gedir oğlunu doldurur. Oğul gəlir düşür arvadın üstünə. Nəysə ki, belə qohumlara buradan səslənirəm ki, elə şeylər eləməyin, ayıbdır. Yəni özünüzə hörmət eləyin. Nəysə, keçirəm başqa şeyə, buradan keçin başqa şeyə. Mənim də elə qohumlarım var ki, eşidirəm ki, çatır ki qulağıma, filankəsin nəvəsi TikTok çəkir, filankəsin gəlini TikTok çəkir, yaxşı eləyir, çəkir. Əri qoyandan sonra sən kimsən? Sən kimsən? Mən burada TikTok çəkirəm, yüzlərlə xanıma iş təklif edirəm, işə dəvət edirəm. Hər kəs komandamda artıq 500 manata yaxın maaş alan xanımlardır, qazanan xanımlardır. Biz yoldaşlarımıza dəstək oluruq, evimizə dəstək oluruq, hansısa bir işi görməyə, gələcəyimizi qurmağa, uşaqlarımıza gözəl gələcək yaratmağa kömək edirik. Siz bəs nə ağarsınız? Siz də onun bunun ailəsini dağıtmağa yardımçılıq edirsiniz. Qızlar, kimlər evdən pul qazanmaq istəyirsə, maaş əldə etmək istəyirsə, mütləq əlaqə nömrəmə yazın. Və video maraqlı oldusa, takip atmağı unutmayın. Bu video axşam çəkilibdi, axşam qonaq getmişdik, yeyib ortalıqda qoyub getdik. Qaydanda iş mənə düşdü və yudum yığışdırdım.